Dekabristlər və onların Rus imperiyasına qarşı üsyana qalxmaqları. Gəlin bu gün baxaq görək dekabristlər hansı səbəblə Rus imperiyasına qarşı üsyana qalxıblar. Səbəblər nə olub? Dekabrist adları bunların məhz dekabr ayında 1825-ci ilin 14 dekabrında, yəni bundan tam 200 il əvvəl Rus çarına qarşı çıxmaqlarına bağlıdır. Yəni dekabrist adı bunların üsyana qalxdığı aydan gəlir, dekabr ayından. Dekabristlər çarın ədalətsizliyinə qarşı üsyana çıxmışlar. Onlar köleliyi ləğv eləmək, feodallığı ləğv eləmək və azad bir Rusiya qurmaq istəyirdilər. Bir sözlə desək, onlar daha ədalətli, demokratik konstitusiya əsasında bir dövlət qurmaq istəyirdilər. Lakin bu üsyan arzu olunan nəticələri gətirib çıxarılmadı. Onların üsyanı bastırıldı. Yüzlərcə dekabrist həbs olunaraq Sibirə sürgünə göndərildi. Sergey Muravlyov, Kondrat Rulyev, Pyotr Kakovski, Ivan Yakutin və Pavel Pester, üsyanın lideri olan Pavel Pester bu 5 dekabrist güllələnilir. Bax belə, sonda onu demək istəyirəm ki, zəhmət olmasa yeni açılan Telegram kanalıma abunə olun. Telegram kanalı profilimdə var. Abunə sayı artdıqca paylaşımlar da olacaq. Sağ olun, salamat qalın.